Bugünkü dərsimiz quantifiers, yəni kəmiyyət bildirən sözlərdir. Biz bilirik ki, ümumi isimlər iki qrupa ayrılır: sayıla bilən və sayıla bilməyən. Quantifierslər bu sayıla bilən, sayıla bilməyən isimlərə görə təyin olunur. Quantifierslərdən much, little və a little özündən sonra sayılmayan isim tələb edir. Many, few, a few, several özündən sonra sayılan cəmsini tələb edir. A lot of, lots of, plenty of, more və enough sözləri özündən sonra həm sayılan cəmsini tələb edə bilər, həm də sayılmayan, yəni təkisini tələb edir. Biz öyrəndik ki, little sözü sayılmayan isimlərlə işlənir. Bu zaman az mənasını verir. Ancaq little balaca mənasını da verə bilər. Bu zaman özündən sonra sayılan cəm isim gələ bilər. Misal üçün, little boys, balaca oğlanlar demək olur. A lotdan sonra isim gəlməz. A lot people isim gördüysə yanlışdır. Bəs a little-la little arasında fərq nədir? A little biraz deməkdir, little az deməkdir. Biraz, yəni mənə kifayət edəcək qədər az mənasına gəlir. Little isə yox dərəcəsində az deməkdir. Gəlin cümlələrlə müəyyənləşdirək. I have a little time. I can help you. Mən sənə kömək edə bilərəmsə, deməli mənim kifayət qədər vaxtım var. Yəni biraz vaxtım var, sənə kömək edə bilərəm deməkdir. Ancaq I have a little time, I can't help you deyiriksə, deməli mən sənə kömək edə bilmərəm. O dərəcə, yəni yox dərəcəsində az vaxtım var mənasına gəlir. A little, yəni kifayət qədər vaxt deməkdir. Little isə kifayət deyil deməkdir. A little biraz, little isə az mənasını verir. A few və few arasında da fərq eyni ilə belədir. Sadəcə fərq ondan ibarətdir ki, a few və few-dan sonra cəm isim gəlir. A few, yəni kifayət edəcək qədər mənasını verir. Few isə kifayət deyil, yox dərəcəsində az deməkdir. Misal üçün, I have a few friends, I'm not alone. Mənim biraz dostlarım var, mən yalnız deyiləm. Ancaq desəm ki, I have few friends, deməli, I am alone. Mənim az dostum varsa, deməli, heç yox dərəcəsində az deməkdir və mən artıq yalnızam. I am alone, mən yalnızam. Yəni, dostum yox dərəcəsindədir mənasına gəlir. A few, yəni kifayət qədərdir, few isə kifayət deyil deməkdir. Only-dən sonra a few və a little işlənə bilər. Few və little işlənə bilməz, yadda saxlayın. A few və a little işlənə bilər. Only a lot of olmur bu arada. Only a lot of işlənə bilməz. Kəmiyyət bildirən sözlərdən sonra iki isim yanaşı gələrsə, ikinci ismə baxaraq. Biz bilirik ki, iki isim yanaşı gələndə təyin edici hansı ismə əsasən verilirdi? İkinci ismə əsasən verilirdi. Many peach, yəni quantifiers ikinci ismə əsasən verilirdi. Many peach trees, çoxlu şəftəli ağacları. Söhbət nədən gedir? Şəftəlinin ağaclarından iki isim yana gələndə ikinci ismə əsasən veririk. Daha sonra kəmiyyət bildirən sözlərdən sonra plus sifət, plus isim də gələ bilər. Yəni many interesting books deyə bilərik. Biz çoxlu kitab da deyə bilərik, çoxlu maraqlı kitab da deyə bilərik. Yəni araya sifət girə bilər. Bu da doğrudur. Very və to sodan sonra article olmaz. Yəni very a few olmaz, very few olar. To a little olmaz, too little olar. Baxın, very a few olmaz, too a little olmaz, very few olar, so much olar. Such özündən sonra a lot of qəbul edir. Such a few olmur, such a little olmur, such a lot of olur ancaq. Yadda saxlayın. Ancaq a little balaca mənasında such ilə işlənə bilər. Deməli, bu zaman necə olur? A little balaca mənasını verir və saçla işlənir. Əslində, a little quantifiers kimi, yəni kəmiyyət bildirən söz kimi saçla işlənə bilmir. Yəni, such a little deyə bilmirik əslində. Sadəcə, balaca mənasını verəndə bu zaman işlənə bilir. Such a little boy, yəni elə balaca oğlan mənasına gəlir. Görürsünüz, oğlanın balacalığından söhbət getdi, biraz olmağından yox. Yəni, quantifiers kimi yox. Amma sifət kimi balaca mənasında olanda saçla istifadə oluna bilər. Digər hallarda saçla ancaq a lot of olur. So və saç arasında fərq nədir? Saçdan sonra isim, sodan sonra sifət zərf gəlir. Bəs hansı halda sodan sonra isim gələ bilər? Əgər so bu quantifierslərlə birləşərsə, many, much, few, little-la istifadə olunarsa, bu zaman özündən sonra isim gələ bilər. So many countries deyirik, misal üçün. Amma so countries olmur, çünki sodan sonra isim gəlmir. Ancaq many ilə birləşəndə, much-la birləşəndə, few ilə birləşəndə, little-la birləşəndə özündən sonra isim gələ bilər. Bəs much ilə many-nin fərqi nədir?
Much many'dən fərqli olaraq həm sifət, həm də zərf kimi istifadə oluna bilər. Yəni həm isimdən əvvəl gələ bilər, həm də feildən sonra gəlib zərf ola bilər. A little-la few də eyni bu cür fərqlənirlər. A little həm sifət ola bilər, həm də feildən sonra gəlib zərf ola bilər. Ancaq few ancaq sifət kimi ismin qarşısında gələ bilər. 16-cı qaydamıza baxaq. More'dan əvvəl hər hansı bir təyin edici gələrsə, biz təyin ediciyə baxırıq. Ona əsasən isim veririk. Yəni more'a baxmırıq. Misal üçün one more question sözündə one'a baxırıq. One'a əsasən question veririk, təkdə olan isim veririk. Two more questions sözündə to'ya əsasən questions veririk. Yəni more'a baxmırıq. More bizi maraqlandırmır. Some more questions olanda some'a əsasən questions veririk. Cəmləşdiririk ismi. A little more time olanda more'a baxmırıq yenə. A little'a əsasən sayılmayan isim, yəni time veririk. Bu qədər. Quantifiers mövzusu bu qədərdir. Sadəcə əzbərləmək lazımdır və testlərdə tətbiq etmək lazımdır.